Salam Elmin, xoş Salamlar. gördük bir daha. Bizim növbəti buraxılışımızdır və biz bu günləri Azərbaycan tarixşünaslığı haqqında danışacağıq. Mövzumuz bu haqqdadır, amma ümumiyyətlə tarixşünaslıq haqqında bir qədər məlumatımız var. İstəyərdim ki, bunu da müzakirə edək. Məktəbləri olmalıdır, səhv eləmirəmsə tarixşünaslığın. Demək, gəl belə deyək də, başlayaq birinci tarixşünaslıq nədir? Bir onu qısaca deyək, ki, bizim gənclərimizə də aydın olsun, ola bilər kimisə məlumat olmaz. Demək, tarixşünaslıq deyəndə biz nəzərdə tuturuq o sahəni ki, tarixşünaslıq tarix elminin necə yazıldığını, mənbələrin necə araşdırılması lazımdır, onu öyrənir. Bu sahəni araşdıran elmdir. Yəni alim, tarixçi necə araşdırmalıdır, tarixi necə yazmalıdır? Tarix bizə gənclərə, növbəti nəsillərə necə çatmalıdır? Bu bununla bağlıdır qısaca desək. Məktəblər də dediyin kimi var. Çünki təbii ki, müxtəlif ölkələrdə tarix boyu fərqli yanaşmalar olub ki, tarixi necə yazaq. Əsas olanları mən biraz sadalayım. Məsələn, analiz məktəbi var. Bu Fransa mərkəzlidir. Məsələn, Mark Bloch var, bunun öncülərindən. Fernand Braudel var. Onların fikri nədir əsas? Onlar deyirlər ki, tarix sadəcə belə deyək, kralların, şahların elədiyi siyasi hərəkətlərlə yön tapmır özünə. Bütün elm sahələrini təsir edir tarixi gedişata. Misal üçün sosioloji amillər, coğrafi amillər belə. Hətta Braudel öz kitabında deyir ki, bir çayın axmağı belə, məsələn, ekoloji bir fəlakət oldu, iqlim dəyişikliyi oldu, hər hansı bir çayın istiqaməti dəyişdi, bu təsir edir də avtomatik olaraq həmin coğrafiyadakı tarixə, insanların yaşayışına. Buna görə də coğrafiyadır, sosiologiyadır, astronomiyadır, bütün bacardığımız qədər elm sahələrinin təsirlərini nəzərə almalıyıq ki, ondan sonra şərh edək. Tarix necə hansısa bir bölgədə özünə istiqamət tapıb. Bu budur. Daha çox analiz məktəbi ilə kəllə-kəlliyə gələn marksist məktəbi olub elm cəmiyyəsində. Marksist məktəbi də bildiyimiz kimi demək olar ki, hər şeyi iqtisadi bu siniflər arasındakı rəqabətlə yorumlayır. Marksizmdə əsas adət-ənənə odur ki, bildiyimiz kimi daha çox işçilərin, fəhlə sinifinin advokatıdır Marksizm və o deyir ki, tarixə hərəkət verən qüvvə bu iqtisadi, siyasi mübarizələrdir. Məsələn, onun öncülərindən Thomson var. Onun hətta Making of English Working Class kitabı var. Orada hətta deyir ki, o fəhlələri bir iqtisadi sinif kimi yox, öz mədəniyyətləri olan bir sanki ingilis millətinin tərkibində kiçik bir etnos kimi hətta qələmə verməyə çalışır. Bəli. Belə bir formatda. Yəni belə yanaşmalar var. Digər məsələn iki nümunədə çəkim, hansı ki daha rəqabət içində olublar bir-birinə. Bildiyimiz kimi pozitivist məktəb və postmodern məktəb. Pozitivist məktəbin sadəcə tarixdə yox, bütün ümumiyyətlə elm sahələrində olduğu kimi obyektivliyi vurğulayır ki, tarixin yazımı obyektiv olmalıdır, tarixçi maksimum çalışdığı qədər olanı deməlidir də, öz qərəzlərini kənara qoymalıdır. Postmodernist məktəb də deyir ki, ümumiyyətlə belə bir şey mümkün deyil, obyektiv tarix yoxdur. Və o hətta biraz da irəli gedir, postmodernistlər deyir ki, tarix bütünlükdə tarixşünasların, tarixçilərin belə deyək, öz yanaşmalarından ibarətdir. Bizim oxuduğumuz tarix həqiqi tarix deyil. Sadəcə onların qeydlərindən ibarətdir. O da hamısı qərəzlidir. Postmodernistlərin düşüncəsi belədir bu istiqamətdə. Deməli, 4 əsas məktəb vurğuladın və müəyyən fikirləşirəm ki, bu aralarındakı rəqabət həm də inkişafa gətirib çıxardıb. Hansısa bir məktəblər hər zaman digərini təqzib etsə də, rəqabətdə olsa da ümumi elmin bu təşəkkülünə və inkişafına səbəb olur. Amma ümumi məlumatdan istəyərdim artıq Azərbaycan tarixşünaslığı haqqında danışaq və Azərbaycan tarixşünaslığını bizə bu haqqda məlumat vermək üçün mən bizim qonağı təqdim etmək istəyirəm. Azərbaycanın düşünərəm ki, hətta bu sahədə ən bilikli şəxslərdən biridir.
Bakıxanov Tarix və Etnologiya İnstitutunun Tarixin Nəzəriyyəsi, Mənbəşünaslıq və Tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Vaqif Abışovdur. Hörmətli Vaqif müəllim, xoş gəlmisiniz bizim verilişimizə. Xoş gördük. Bizim dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik sizə. Elmin maraqlı məlumat verdi ümumi tarixşünaslıq haqda. Yəqin ki, ola bilsin bu biz informasiyanı bölüşürük, bir faktlar bölüşürük, amma siz bu sahəni dərin araşdıran bir şəxs kimi əlavələriniz də ola bilər və ümumiyyətlə mənim belə bir sualım var ki, Azərbaycan tarixşünaslığı, ümumiyyətlə tarixşünaslıq nədir? Və bu haqda bizə bir qədər ümumi bir məlumat versəz, düşünürəm müzakirəmizə davam edə bilərik. Təşəkkür edirəm. Mövzu böyükdür, genişdir, əhatəlidir və bir veriliş çərçivəsinə sığandır. Onu hər halda müəyyən bir anlayışlara, hadisələrə, tarix hadisələrə, müxtəlif dövrlərdə yanaşmalara diqqəti yönəltmək istəyirik. Ümumiyyətlə, tarixşünaslıq birdən-birə yaranmır. Yəni, tarixlə tarixşünaslıq yaranışından bir yerdə gəliblər. Lakin tarixşünaslıq gözə dəyməyib. Bəzən tarixçi deyəndə tarixşünas kimi başa düşülür. Aydın oldu mu? Tarixi yazımı da elə tarixşünaslıq yazımı kimi də başa düşülür. Onda sonradan əlbəttə inkişaf elədikcə cəmiyyət, elmi sahələr inkişaf elədikcə tədricən bu iki elmi sahə ayrılmağa başlayıb. Yəni genişlənib tarixi hadisələr, tarixi əsərlər, tarixə baxışlar, müxtəlif nəzəriyyələr. Ona görə tarixşünaslıq ayrılıb. Necə də mənbədən mənbəşünaslıq ayrıldığı kimi, eləcə də tarixşünaslıq ayrılmağa məcbur olub. Çünki tarixşünaslığın sahəsi daha çox genişlənməyə başlayıb. Nədən? Çünki tarixşünaslıq tarixin özünü öyrənir. Bir, tarixşünaslıq yazılmış tarixi əsərləri saf-çürük eləyir. Necə yazılıb? Mənbə çatışmazlığı varmı? Burada hansı sahə daha diqqətdən qaçıb? Nəyə çox diqqət vermək lazımdır? Artıq tarixin özünə tarixşünaslıq müdaxilə eləməyə başlayıb və əvvəllər bir köməkçi bir fənn idisə, köməkçi bir sahə isə artıq bir elmi sahəyə çevrildi. Bugün tarixşünaslıqla bağlı doğru dediniz, Rusiyada, Avropanın bir çox yerlərdə məktəblər var. Çox geniş bakalavr səviyyəsində böyük məktəblər var. Magistr səviyyəsində məktəblər var. Əlbəttə, Azərbaycanda hələ bu sahədə əlbəttə çatışmamazlıqlar var. Mən deyərdim, yarın tədricən biz bu sahəyə doğru gedirik. Tarixşünaslığın olması biz Azərbaycan tarixi ilə bağlı yazılmış əsərləri biz təhlil edə bilərik. Yəni, ta ki, mən tarixçi kimi götürüb bir dövrü və Cumhuriyyət dövrünün tarixini yazıramsa, bu məhduddur. Bir də Cumhuriyyət dövrü ilə bağlı yazılmış tarixi əsərləri təhlil eləyəsən tarixşünaslıq. Eləcə də Albaniya tarixi ilə bağlı, Manna tarixi ilə bağlı, Midiya, Atropatena, Atabəylər və s. Sadalar bilən Cumhuriyyət tarixi, Sovet dövrü tarixi və s. Yəni, tarixşünaslıq daha dərinə gedir. Ona görə bu elmi sahə genişlənir və fikir verir. Və mən deyərdim ki, nəzəriyyələr də bu sahədə mühüm rol oynayır. Nəzəriyyələr çoxdur. Çox yaxşı vurğuladınız. Yəni ki, müxtəlif nəzəriyyələrdən modernizm, postmodernizm nəzəriyyəsindən və ya da ki, anallar var idi, məktəbləri var idi və ya da marksizmdən bəhs elədiniz. Marksizm nəzəriyyəsi, yəni mən deyərdim, pis və ya da ki, qorxunc bir nəzəriyyə deyil. O nəzəriyyəni qorxunc eləyə, onu necə deyərlər, eybəcər alasanın sava sistemi. Sava sistemi marksizmi döndərdiyi ideoloji bir sistemə, dövlətin siyasətinə. Ona görə tarixdə belə deyirlər ki, nəzəriyyə dövlətin çətri altında olmamalıdır. Nəzəriyyə dünya miqyasında, yəni özünə mövqe qazanmış bir nəzəriyyədir. Yəni bugün Avropada, dünyada da yeni marksistlər meydana çıxıb. Eləcə də Hegel nəzəriyyəsidir və ya da Kant nəzəriyyəsidir və ya da bizlikdə sivilizasiyalar nəzəriyyələr çoxdur. Və bir mövzu əlbəttə bunların sahələrindən hər bir ayrıca danışmaq olar. Ancaq tarixşünaslıq baxımından Azərbaycan tarixşünaslığına gələndə Azərbaycan tarixşünaslıq zəngindir. Tək əgər biz ən yeni tariximizə fikir verirsük, yəni 1918-ci ildən üzü bəri götürsük, saatlarla vaxt çatmaz. Yəni nə mənada deyirəm?
Baxmayaraq Cumhuriyyət dövrü tarixi, tarixşünaslığı zəifdir, məhduddur. Çünki onun yaşam müddəti az oldu, 23 ay oldu. Rusiya Sovet qoşunları tərəfindən işğal edildi, imkan verilmədi o, yəni problemi axıra kimi aparsınlar. Baxmayaraq ki, Cumhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə, tədqiq edilməsinə bir konsepsiya halına salınması üçün cəhdlər göstərilmişdir. 4 istiqaməti deyirəm bu sahədə hansı işlər görülürdü. 1. Dövlət səviyyəsində. Azərbaycan Cumhuriyyət hökumətinin təhsil sahəsinə, xüsusilə tarix sahəsinə xüsusi diqqət verirdi. Misal çəkə bilərəm tarix vaxtlarında Fətəli xan Xoyskinin hökuməti dövründə 1918-28 maydan 14 aprel 1919-cu ilə qədər. Birinci, ikinci, üçüncü hökumət dövründə Maarif və Dini Etiqad naziri kim idi? Nəsib bəy Yusufbəli. Və bu dövrdə 1918-ci ilin 27 iyunda Azərbaycan dili dövlət dili səviyyəsinə çatdı. İbtidai, orta, ali təhsil müəssisələrində Azərbaycan türk dili məcburi idi. Fikir verirsinizmi? Və tarixi sahədə nə etdilər? Hələ mən hökumət səviyyəsində deyirəm ha. Çünki Nəsib bəy Yusufbəli 4-cü, 5-ci hökumət kabinetinin sədri oldu. Onun dövründə də Maarif naziri oldu Rəşid bəy Qaplanov idi. Ondan sonra oldu Həmid bəy Şahtaxtınski. Ondan sonra oldu Nur Məhəmməd Şahsuvarov. Bunların dövründə tarix sahəsinə diqqət daha da artdı. Hansı mənada? Əvvəllər, yəni Cumhuriyyətə qədər Azərbaycan təhsil müəssisələrində Rusiya tarixi tədris olunursa, Türk tarixi, Azərbaycan tarixi tədris olunmursa, Cumhuriyyət dövründə o ləğv edildi, ümumi tarix proqramına salındı, ümumi Türk tarixi kontekstində Azərbaycan tarixi başlandı öyrənilməyə, yazılmağa. Əsas, bax, burada fokus, diqqət türk tarixinə oldu da. Bəli, ona görə deyirəm də, tamam mən sizə razıyam. Ümumi Türk kontekstində Azərbaycan tarixi nədən? İbtidai əsasını bunlar qoyurdu elmi cəhətdə. Ona kimi demirəm tariximiz olmayıb, olub. Ancaq ilk dəfə dövlət səviyyəsində, bayaq dedim, hökumət səviyyəsində ümumi Türk kontekstində Azərbaycan tarixini öyrənmək üçün məktəblərə üçün proqram hazırlandı. 2-ci siniflərdə 2 saat, 3-cü siniflərdə 1 saat, Türk əlifbası, Türk dili kimi kitablar nəşr olunmaya başladı. Yəni, bu dövrdə Azərbaycanın ziyalıları Türkiyə oxumağa göndərildi, oradan dərsliklə gətirilməyə başlandı. Yəni, demək istəyirəm ki, Azərbaycan Cumhuriyyət dövründə Azərbaycan tarixinin ilkin pilləsini qoymaya başladılar. Birinci mərhələ budur. İkinci mərhələ nədir? Azərbaycan Dövlət Universitetinin yaradılması 1919-cu sentyabrın 1-də. Nəyə görə vurğulayıram? Burada bir fakültə tarix və filologiya fakültəsi. Onun nəzdində də şərq fakültəsi. Və burada da tarixin öyrənilməsinə diqqət artırıldı. Yəni, bu vurğulamaq istəyirəm və proqramda da, indi mən sadalayım, Səfəvilər tarixin yaranması, Şah İsmail, Şah Təhmasib, Şah Abbasın dövrü tədqiqata cəlb edilməyə başladı ilk dəfə. Eyni zamanda İskəndər bəy Mürşünün, Həsən bəy Rumlunun Azərbaycan tarixçisi olmasından bağlı fikirlər yaranmağa başladı sonraki mərhələdə mən deyəcəm. Bu ikinci mərhələ universitet. Bu sonraki Sovet və Azərbaycan dövründə varisliyə gətirib çıxardı tarixşünaslıq baxımından. Universitet olmasaydı necə olacaqdı vəziyyət? Əgər təhsisat kimi bir elm ocağını yaratmasaydılar Cumhuriyyət qurucuları, təsir edəcəkmi bizim tarixşünaslıq ənənəmizə? Mən sizə deyərdim ki, onu zaman göstərə bilərdi. Biz olandan danışmalıyıq. Tarixşünaslıq da, tarix də olandan danışır. Olandan yazılır. Olmayan mənbədən nə yaza bilərik? Ona görə deyir ki, tarixin ana xətti mənbədir. Mənbəni yaradan kimdir? İnsandır. Deməli, belə deyirik də, insan, mənbə, insan. Yəni, insan mənbəni yaradır və geniş insan kütləsinə onu yönəldir. Yəni, o baxımdan Cumhuriyyət olmaya da bilərdi, onca bucağımız başqa ola bilərdi. Ancaq bu var. İndi gətirək 3-cü məsələ. Bakı Dövlət Universitetinin nəzdində müsəlman şərqini öyrənən cəmiyyət yarandı. İnandıram ki, bunun o qədər işlər gördük ki, tarix sahəsində. Xan Sarayının şər-şər öyrənilməsi ilə bağlı. Nizami Gəncəvinin Gəncədəki qəbrinin tədqiq edilməsi ilə bağlı. Şah Abbas məscidinin öyrənilməsi ilə bağlı. Bərdənin Alban dövlətinin paytaxt
yeri olması ilə bağlı tədqiqat aparması üçün göstəriş verilmişdi. Yəni damla da olsa Azərbaycan gələcək tarixşünaslığı üçün Cümhuriyyət işlər görürdü. Bunu bir Onu qısa müddətdə etdilər özdə. Yəni 20 say 20 say müddətdə bunu Çox bacarmaq. güclü təməllər atıldı. Deməli təməli var idi də müəllim. Təməlləri var idi ya ki, Yəni Bu milli mən tarixşünaslığın bax bir təməlləri. məsələyə toxundum. Varislik. Evet. Varislik olmasa dövlət də olmaz. Nəsil kökdə olmaz, tarix də olmaz. Ona görə deyirlər ki, sələflərin xələfləri, sələflər kim idi? Keçmiş qurucular. Xələflər kimdir? O davam elətdirmək. Ona görə Cümhuriyyət sələflərimiz bu tarix sahədə, Azərbaycan tarixşünaslığı sahədə bu işləri görməsəydi, Sovet dövründə də ki, Azərbaycan tarixşünaslığı axsayardı. Bir tərəfli olardı. Üçüncü misalı gətirim. Azərbaycan Cümhuriyyət dövründə, çünki çəkdim bu dövrüncü, 1918-20-ci illərdə hökumətin orqanı var, Azərbaycan qəsdi. Əski əlifbəylə və rus dilinə çıxırdı. Rus dilində olan səhifələri mən vərəq-vərəq araşdırmışam ki, Azərbaycan tarixinə bağlı. Şəhid bəy Rüstəmbəyli, Adil xan Ziyadxanlı, Məhəmməd Əmin Rəşsadə, Professor Ziminin, Professor Mixaylovun və sairinin Azərbaycan Respublikasının yaranması tarixi ilə bağlı, İran və Azərbaycan münasibəti ilə bağlı, Səlcuq türkləri ilə bağlı, ümumi türk kontekstində maraqlı yazılar həddindən az çoxdur. Çox təəssüf ki, müasir dövr bizim tələbələr, ziyalılar bu məsələlərdən bixəbərdir. Deməzdim, yəni nə mənada onları qınayaq, çünki onların tədqiqat sahəsidir. Tədqiqat sahəsi bizim sahəmizdir. Biz də burada danışırıq ki, geniş ictimaiyyət bilsin ki, bizim tarixşünaslığımız hələ ən yeni tarixdən başlası böyükdür. Hələ biz at qaltılara inmirik. Biz hələ mən danışacağam, hələ arxeoloji mənbələrdən danışmırıq biz. Hələ digər dövrlərdən Sovet dövründən danışanda deyəcəm. Yəni tək Cümhuriyyət dövrünü görsən, danışmaqla qurtarmaq mümkündür və bizə əgər nəzər yetirsiniz, görürsünüz 4 hökumət səviyyəsində, Bakı Dövlət Universiteti səviyyəsində, Şərman Şərqini öyrənən cəmiyyət səviyyəsində, Azərbaycan qaysı səviyyəsində qurtara bilmirik. Və bu da gətirib çıxartdı, əlbəttə, Azərbaycan tarixinin öyrənilməsinə, yazılmasına, tədris olunmasına və bir konsepsiya, bir sistem şəklində davam elətdirməsinə. Çox təəssüf ki, 1920-ci il aprelin 22-də işğalçı Rus Sovet ordusu gəldi, imkan vermədi. Bu dediyimiz bu tarix və tarixşünaslıq elmi inkişaf eləsin. Və ona görə müəyyən qədər gerilədik və Sovet dövründə artıq yeni mərhələyə başlandı. Müəllim, elə çox belə qızıl dövrünü danışdınız və bundan sonra Sovet dövrü gəlir. İstəyərdim bir Sovet dövrü haqqında bizə bir məlumat verəsiniz ki, Sovet dövründə Azərbaycan tarixşünaslığında mühüm bir elmi irs qaldımı bizə? Və həm də bildiyim qədər məhdudiyyətlər də kifayət qədər var idi. Hansı məhdudiyyətlər var idi? Nə qoyulurdu? Amma bir eyni zamanda müsbətləri də var idi müəllim. Yəni nə qədər də desək ki, Cümhuriyyət dövründən sonra Sovet dövrü bizim üçün bir geriləmə dövrü idi. Amma eyni zamanda da hansısa bir elmi irs də olduğunu yəqin ki, vurğulaya bilərsiniz. Xanım, doğru vurğulayırsınız. Bu günləri Azərbaycan tarixşünaslığında ən zəif yerimiz buradır. Hətta sayılıb seçilmiş, tanınmış tarixçilərin bir qrupu Sovet tarixşünaslığından imtina eləyək. Bir qrup deyir ki, yox, imtina eləmək olmaz, çünki burada varislik prinsipi olmalıdır. 70 yəni, bir dövr. Müasir Azərbaycan tarixşünaslığı boş, quru yerdən, heç nədən yaranmadı, yarana da bilməz. Onda deyərlər, bu xalqın tarixi yox imiş. Sovet dövrünün müsbət tarixşünaslığı çoxdur. Tarixşünaslığın müsbət tərəfləri, mənfi tərəfləri də çox. Mən sadalayaram. 1920-ci il aprelin 28-də işğaldan sonra əlbəttə çox qırğınlar oldu. Təbiidir ki, Azərbaycan görkəmli şəxsiyyətləri repressiya olundu. Yəni kifayət qədər mənfi cəhətlərini deyə bilər, Cümhuriyyət liderləri həbsxanaya salındı, sürgünə göndərildi, xaricə gedənlər oldu, güllələnlər oldu. Bunlar mənfi, təbiidir. Bunlar tənqid olunur, olunmalıdır, yazılıb kitablar, ancaq söhbət tarixdən gedir. Belə bu Sovet sistemi və Azərbaycan Sovet dövləti də bu sistemin içində öz tarixşünaslığına münasibət necə oldu, nətər oldu? Bəli, burada doğrudan da danışmalı çox söhbət.
Çox sizə deyim. Mən deyərdim ki, Sovet dövrünün vahid bir orqanizmi idi. Bu orqanizmin bir hissəsi də Azərbaycan idi. Tam mən o 15 müttəfiq respublikanı demirəm. Söhbət Azərbaycandan gedir və onun sistemi hansı ideoloji əsaslar üzərində qurulmuşdu? Marksist ideologiyası. Marksist metodologiyası, sonra da Marksist-Leninist metodologiyası əsasında formalaşmışdı. Yəni bəzən deyirlər ki, 1-ci Nikolay dövründə o dekabristləri edam elədi, güllələdi, sürgünə göndərdi. Deyir ki, imperatorun cızdığı, əsasının cızdığı dairədən kim başını bir balaca yuxarı qaldırırsa, əcəl onu qəbrə sürükləyir. Sovet sistemində də həqiqətən də biz Azərbaycan tarixçilərinin, ziyalılarını biz qınamamalıyıq. Ya yazmalısan, onsa çap olunmayacaq, həbs olunansan, sürgün, güllələnirsən, ya da yazmayasan. İndi mən sual eləyirəm bəzən ziyalıların söhbət eləyəndə, tutaq ki, Azərbaycan ziyalıları tariximizi yazmadı. Belə şey ola bilərmi? Kim yazacaqıydı? Ruslar, ermənilər, baxmayaraq ki, bir qismi onlar yazdı. Ancaq Azərbaycan tarixçiləri doğrudan da çox şey ortaya qoydu, mən deyəcəm. Və Sovet sistemində baxmayaraq ki, ideoloji baskı, metodoloji baskı, yəni konseptual baxışlar tamamilə bir çərçivədən idarə olunurdu və onun da tarixşünaslıq əlbəttə bir çərçivəyə istiqamətlənmişdi. Marksizmin əsas termini nə idi? İstehsal üsulu. İstehsal üsulu çərçivəsində bir cəmiyyətin ibtidai məqulları, feodalizm, kapitalizm, sosializm bu sistem üzərində qurulmuşdu. Buradan kənara çıxa bilməzdi. İstehsal üsulun iki tərəfi nə idi? Məhsuldar qüvvələr istehsal münasibəti. Və tarixçilər bu istiqamətdə işləməli idi. Və kənara çıxmaq üçün də əlbəttə bayaq mən misal çəkdim. Ona görə bəzən Sovet dövründə biz o məktəbi keçmişik. O vaxt belə deyirlərdi ki, formaca milli, məzmunca sosializmi tərənnüm eləməlisən, istər ədəbiyyatçılar, tarixçilər, digərləri. Sən formaca milli tarixi yaz. Ancaq məzmunu sosializm özündə ehtiva eləməli idi. Olmasaydı, xoş gəldi. Əvvəldən bir qəlib verirlər ki, Bəli, bundan. ən digər Amma yazmalıydılar müəllim, doğrumu? Bəli, gələcəm və yazdılar da. Senzura bitdə adi biz arxivdə işləyəndə sən əllə yazırdıq və sonradan o yoxlamadan keçirilirdi. Yəni bu cür baskılar, bu cür nəzarət, bu cür sistem içərisində bəli Azərbaycan tarixçilərdə çox iş gördü və vaxtın məhdudluğunu nəzərə alıb mən toxunaram xronoloji cəhətdən. 1. Bakı Dövlət Universiteti Cümhuriyyətdən sonra fəaliyyətini davam elətdirdi. Varisi varmı? Var. Müəllim, üzr istəyirəm. Davam elətdirdi. Daxilində o təməldə qurulan strukturlar dəyişikliyə məruz qaldımı? Tarix fakültəsi strukturu qaldı. Aydın oldu mu? Ancaq ideoloji bəli, mən də deyim də, bax gəlin götürək. Görə Azərbaycan tarixini elmi cəhətdən öyrənilməsi üçün Sovet sistemi nə verdi? Azərbaycan tarixi. 1. 1921-ci ildə Az-İspart, yəni Azərbaycan partiya tarixini öyrənən bir cəmiyyət quruldu. 1921-28. Bu nədir? 28 il içərisində 1928-də bu dayandırıldı. 23 kitab çap elətdirdi. Azərbaycan tarixi ilə bağlı. Baxmayaraq ki, Az-İspartın məqsədi Bakı fəhlələrinin hərəkatından bəhs eləməli, materiallar toplamalı idi. Kommunist partiyasının yaranması, fəaliyyəti, Bolşeviklərin fəaliyyəti. Ancaq bu materialları toparladı da. Bir gün o materiallar bizə lazımdır müqayisə edilir. Bu bir mənbədir. Böyük işdir. İkinci ilə belə mən sıralayıram. 1923-cü ilin Azərbaycanı öyrənən və tədqiq eləyən, biz deyirik ki, tədqiq və tədəbbə cəmiyyəti. Ancaq onun əsl adı Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət idi. 1923-cü il yalandı 29-a qədər. Nə iş gördü bu? Azərbaycanın Cümhuriyyət dövründə müsəlman şərqini öyrənən cəmiyyətin sanki davamı idi bu. Bir versiniz mən elə belə demirəm. Yəni orada müsəlman şərqini öyrənən, əslində Azərbaycan tarixini öyrənən, mədəniyyətini öyrənən, dilini öyrənən, arxeologiyasını öyrənən sahələrə yönəlmişdi o cəmiyyət. Azərbaycanın tədqiq və tədəbbə cəmiyyəti də onu davam elətdirdi. Əlbəttə, dediyim kimi o çərçivə daxilində. O yenə öyrənirdi. 1929-cu ildə 3-cü mərhələyə gəlirəm.
Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna çevrildi bu tədbirə cəmiyyət. Üçüncü bir institut yaradıldı. 1929-dan 30-cu ilə qədər. 30-cu ildə SSR Zaqafqaziya filialının Azərbaycan şöbəsi yarandı. SSR Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi. 1935-ci ildə bu şöbə ayrıca bir filiala çevrildi. Həmin dövrdə tarix instituta yaradıldı. Bəli, 1935-ci ildə SSR Elmlər Akademiyasının Azərbaycan filialı yarandı. Vaxtilə Zaqafqaziya filialının bir şöbəsi idi. 1945-ci ildə nə oldu? Azərbaycan Elmlər Akademiyası yarandı. Azərbaycan Sovet Sosial Respublikasının Elmlər Akademiyası. Yəni pilləni mən sizə sadım, bəli. Və bu dövrdə elə belə başa gəlmirdi ha. Cızıq, qırmızı xətt var idi Sovet sisteminin. Stalin dövrü 1924-53 hansı tesis əsaslanmalısan? Marx, Engels, Lenin, Stalin. Bunların cızıq dairədən qırmızı dairənin xüsusilə hiss olunan dövr. Sistem bu idi. 1938-ci ildə Ümumi Komünist Bolşeviklər Partiyası tarixin qısa kursu yazıldı. 1938-ci ildə Ümumi İttifaq Komünist Bolşeviklər Partiyası tarixin qısa kursu. Və bu qısa kurs etalon idi tarixçilər üçün. Bütövlükdə SSR miqyasında. Uzun Azərbaycan tarixçilər. Yəni deyirlər, duxun var bu çərçivədən çıx. Bayaq dedim, hara getməlisən. Və götürək, bəzən Sovet tarixçilər buna deyirdi, Marksizmin ensiklopediyası. Kursa deyirlər ta. Qorxuya bax, ha, yəni ondan kənara çıxa bilmərsən, o nə diktə eləyir, o eləməlisən. Ancaq Azərbaycan tarixçiləri bu çərçivədə çox şükür. Gələk Xruşovun dövrünə, 1954-64-cü ildə, o biraz repressiya qurbanlarına bəraət verildi, həbs qalan sürgünlərdən azad olundu. Sanki mülayimləşmə baş verdi, bu tarix elminə təsir eləmədi. Niyə mənim? Çünki ideoloji sistem qalırdı. Marksizm, Leninizm metodologiyası qalırdı. Çərçivə qalırdı, biraz sərbəstlik verildi. Ancaq sərbəstliyin gəlin içində bir dənə misal çək. 1900 Azərbaycan tarix şurasının baskını deyirəm ha. 1959-cu ilin iyul ayında, iyulun 1-də Sovet Komünist Partisi Mərkəzi Komitəsinin iclası oldu. Azərbaycanın Respublikasını, Azərbaycan Sovet Respublikasının yoxlama aparılmışdı. Onun müzakirəsi getirdi Moskvada. Və bu müzakirə zamanı Azərbaycan Komünist Partisi Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev idi. 1954-59. Azərbaycan deməli, Ali Sovetin rəisi təyin sədri də Mirzə İbrahimov idi. Hamısı iştirak edirdi. Xruşov da rəhbərlik edirdi həmin dövrdə. Nə oldu? Azərbaycanın sosial, iqtisadi, mədəni sahədə gördüyü işləri müzakirə olunduğu vaxtı qəfil yönəltdilər Azərbaycan dilinə, Azərbaycan tarixinə. Nədən? Azərbaycan dili 1956-cı ildə dövlət dili elan edirsiniz. Yığıncaqlarda Azərbaycan dilində danışırsınız. İkinci, Azərbaycan tarixini niyə belə yazırsınız? Çünki 1958-ci ildə Mərkəzi Komitənin iclası 59 olub. 58-ci ildə Azərbaycan Komünist Partiyası tarixi çap olunmuşdu və 3 illik Azərbaycan tarixinin birinci ili çap olunmuşdu. Yaza bilmərsiniz. Siz milli respublikalar öz tarixinin o şer kimi yazmalıdır. Və ya da ki, orada milli dəyərlər, tanınmış Azərbaycan siyasətçiləri, tarixçiləri qabağa sala bilmərsiniz. Deyirlər ki, nəyə görə Nəriman Nərimanovu birinci verirsiniz, Şamiyan ikinci? Nəyə görə Azərbaycan hətta inqilabçıları, nəyə görə onları öndə verirsiniz? Azərbaycanlı olduğuna görə. Bəli, söhbət mən baskını deyirəm. Və sonra nə oldu? İmam Mustafa'ya 1959-cu ildə postunu təhvil verdi. Bəli, Axundov gələcək, təbiidir. Mirzə İbrahimov da vəzifəsinə getdi. Yəni, bu cür baskı şərsində Azərbaycan tarixçiləri, mən deyərdim, Zülfəli İbrahimovdur, Əlsöhbət Sunbasadədir, deməli, Məhəmməd İskəndərovdur, sonra digər tarixçilər, o dövrdə, Sovet dövründə biz deyək, Məhəmməd Əli Hüseynovdur, məşhur arxeoloqlarımız kimi, və ya da Ziya Bünyadovdur, Nalə Vəlixanlıdır, digərləri, yəni doğrudan da Azərbaycan tarixi üçün nəsə eləyirlərdi. Və bu da, yenə deyirəm, mən müsbət tərəflər deyirəm, mənfi tərəflər də bir yerdə deyirəm, indi müasir dövrdə bunlara mən daha da geniş izahatını verəcəm.
Və burada nə oldu? 1940-cı ilin ikinci yarısından 50-60-cı illərin əvvəllərinə kimi Azərbaycan tarixçiləri ortaya 3 cildi Azərbaycan tarixi qoydular. İndi gəlin görə onun içində nə var idi Azərbaycan tarixi üçün? Bugün biz fəxrlə danışırıq. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması ilə bağlı möhrün vurdu. O kitabın içində var idi. Müsbətli deyil, müsbət. Çox müsbət addım. Əlbəttə şə. Eyni zamanda Azərbaycanın eramızdan əvvəl 3-cü, 1-ci minilliklərdə Arattadır, Lulludur, Qutimdir, Mannadır, Midiyadır, Atropatenadır, Albaniya kimi dövlətlər bünövrəsini oradan başladı. Və Azərbaycan tək Səfəvilərlə bağlı çoxsaylı əsərlər yazdılar. Kimlər? İlya Petruşevski. Bu neçənci ildən başladı? 1940-cı illərin ikinci yarısı. İkinci yarısı. Ona kimi demirəm, tariximiz yazılmadı. Ancaq çoxu ruslar yazdı. Sefti, Ratazerdi, Dubnerdi. Azərbaycanlılar da yazdı, ancaq onlar dövlət adamı idi. Kim? Ruhullah Axundov. Sonra Mirzə Davud Hüseynov, Mustafa Quliyev. Bunlar tarixçi idilər. Tarixçi nəsli, mən deyərdim, 30-cu illərin, 37-ci il hamısı məhv edildi. Hansı ki, bir balaca, yəni Qırmızı illərdir. 40-cı ilin ikinci yarısının artıq da peşəkarlaşmış bizim monoqrafiya, dissertasiya müdafiə edən tarixçilərimiz və onların da nəticəsi gəldi çıxı dediyim kimi Səfəvilər tarixinin ən əsas mən onu deyirəm, bir də qədim dövr, arxeoloji, yəni tapıntılar, onlardan da misal çəkə bilərik və Ətəm Şahverdiyev. Yağın müəllimin özü, Yağın Mahmudovun kitabları, həmin dövr Sovet dövründə. O cümlədən də Azərbaycan tarixşünasının həmin dövrdə arxeoloji baxımından zəngin materiallar ortaya qoydular. Da burada, yəni o Marksizm-Leninizm metodologiyasının cızdığı dairə bura yerləşmədi. Çünki bu fakt. Azıq mağarası, Tağlar mağarası, Daşsalıq, Damcılı, Buzyer, Qazma, Qaraköpək təpə, Üzərlik təpə, arxeoloji qazıntı qazıblar, üzrə çıxıb tariximiz. Yəni bizim arxeoloji mənbəmiz başlandı zənginləşməyə nə vaxt? Sovet dövründən. İnkar eləyə bilərik. 1968-ci il tapılmışdı da səhv eləmirəm. 1960-cı ildə mağara tapıldı, 68-ci ildə isə 6-cı təbəqədə Azıq mağarasının daşlaşmış qızın o alt çənəsi tapıldı və dünyaya sübut olundu və onun da tarixçisi vaxt məhduddur. Onda da rəhmətli Məmməd Əli Hüseynov mənim müəllimim olub və Azıq mağarasına 3 dəfə ekspedisiya ona getmişik və maraqlı epizodlar danışıb ki, məhz Azıq mağarasında o qədim tapıntılar, daş çapacaqlar, ərsinlər, Qaşov, daşlaşmış qızın insan şənəsinin ermənilər dinci qoymadı. Moskvaya yazdılar. Gediblər Moskvada orada sübut eləyiblər ki, bu insan şənəsidir. Bu nə Türk, nə erməni, nə Rus, nə kimsə şənəsi. Bu insan harada tapılıb? Azərbaycan ərazisində. Nədən? İşlərin coğrafiyanı, inziva coğrafiyası xəritəsində Azərbaycan yeridir. Bu fakt, bunun başqa coğrafiyası yoxdur. Sakit dayandı. Yəni, mən demək istəyirəm ki, bəli, tarixi bilən, xüsusilə Sovet dövrü tarixşünasını araşdıranlar deyə bilməz ki, yox, ondan biz imtina eləyək, o qanı şəndir, belə, düzdür də. Biz, bunlar da gərək deməlisən və bu da ictimaiyyət bilməlidir, elm aləm bilməlidir, tələbələrimiz bilməlidir, gələcək nəsillərimiz bilməlidir ki, bəli, imtina eləm olmaz. Və ondan sonra Sovet dövründə, bəli, tək Səfəvləri mən dedim, digər bizim Ağqoyunlu, Qaraqoyunlu həmin dövrdə yazılıb, Atabəylər həmin dövrdə yazılıb, digər tarix, ancaq mənfi cəhətləri də var. Yağlı müsbətdən deyirəm. Bir sual verə bilər ki, xeyr ola Vaqif müəllim ilə Sovet dövrünü tərifləyirsə, yağ mən dedim, məsələn, işğal dövrüdür, bəli, ziyalıların gözü qıpıq edilməsidir, bəli, filan. Eyni zamanda tariximizin iflic eləyən məqamlar da var. Xüsusilə Azərbaycan dili ilə bağlı. Azəri dili, Aran dili, Türk dili deyilmə. Cumhuriyyət deyirdi, yazırdı. Azərbaycan Türk dili, dövlət dilidir. Azərbaycan Türk dili. Sovet dövrü bizim tarixçilər yazır da. Sovet ideoloji istiqaməti ilə ki, bəli, bir də Azəri və Aran dili olur. Bir. İkinci, həmin dövrdə erməni, gürcü, rus, yahudi, digərləri öz adı ilə, fars öz adı ilə çağırılır. Bizə imkan verilmədi Sovet dövründə yazılsın. Bunlar əhalinin böyük çoxluğu türkdür.
Türk yazılsın. Ancaq və nə yazıldı? Azərbaycan. Azərbaycan. 1987-ci ildə mən vətəndaşların vəziyyətini aktlaşdıran qeydiyyat mərkəzinə getmişdim bir dostumla, pensiya çıxırdı. Orada kartotekaları axtarırdı. Bu da 36-cı ildən idi. Yoldaşı nə bilim 37-dən özü 36-dan dedi ki, mənə kömək gəl, o kartotekaları axtaraq biz verməliyik də, yəni pensiya çıxmaq üçün. İnandıram ki, hamısı millət qabağından Türk yazılırdı. 36-37-də. 36. Necə əlifbamız 1922-ci ildən başlandı, 29-da əski əlifbadan keçdi Latin əlifbasına, 29-dan 39-a kimi yenə Latin əlifbası, 39-dan biz zorla Rus əlifbasına keçirdilər, erməni gürüz dəyişmədi. Yəni Azərbaycan türklərinin, Azərbaycanın tarixinin, dilinin və etnogenizin başına oyunlar açıldı. Etnogeniz məsələsində bugündən mübahisəli onun haqqında mən geniş danışmaq istəmirəm, ancaq ziddiyyətlidir bugündə. Nəyə görə? Azərbaycan xalqın formalaşmasında fars dilli, Qafqaz dilli var, türk yoxdur. Yəni Sovet dövründə o cümlədən də Cumhuriyyət tarixini bir nömrəli düşmən çıxarıldı tamamilə. O dövr yox idi. Çıxarıldı tamamilə. O dövr necə idi? Mən ümumiyyətlə tamam siz təhsil alırsınız Sovet dövründə. Bəli, Sovet dövründə. Və məktəblərdə necə öyrədirdilər? Nə idi 1918-1920? Maraqlı şey toxundunuz açıqsa deyim, yəni həm də o qəlbimizin o həm yaralı yerinə, həm də belə də cavanlıq dövrünə. Mən də Bakı Dövlət Universitetini bitirmişəm. O vaxt Azərbaycan Dövlət Universiteti gedirdi və adın tarixçi kimi mən çəkmək istəyirəm. Baxmayaraq ki, Azərbaycan xalqının qəlbində o nifrətə layiq bir insandır. Sergey Kirov adına Azərbaycan Dövlət. Üzr istəyirəm, bu yaxınları sənəd tapıldı. 90-cı ildə Elmi Şura təsdiqləyib ki, Bakı Dövlət Universiteti adı olacaq və adın dəyişdirməsi ilə bağlı belə bir Bəli, qərar var. Bəli, 1989-cu ildə səhv eləmirəmsə. Məndə vardı, bəli, o sənəd var. Bəli, onda Məhəmməd Rəşad adına verilirdi. Kirovun heykəli götürüldü və s. Yəni həmin dövrdə biz oxuyanda, mən sizə açıq deyim, mən 5 il tarix fakültəsini oxumuşam. 1 ildə hazırlıq. Sovet dövründə bir dənə hazırlıq var idi, o da dövlət hazırlığı. Mən hazırlıqdan keçmişəm. Bizə pul verirdi dövlət hazırlığı oxuduğumuza görə. Ona görə, yəni 6 il deməli oxumuşam mən. Yataqxanada da qalırdım. O hazırlıq nə hazırlıq idi? Yəni o adlanırdı ki, olmaq. Fəhlə fakültəsi. Rabotçi fakultet. Bu ancaq istehsalatdan gələnlər, əsgəridən gələnlərə təhsil mühitinə hazırlayırlar. Foundation belə bir demək olar. Ona bənzər bir şey idi. Ancaq Sovet dövründə məhdud idi. Deyirəm bir dənə idi. Və orada hər adam keçə bilmirdi. Sovet dövründə həm də mama papa uşaqları məsələsi var idi. Dayda məsələləri. O da var idi. Yəni o şirbit torununa, şirbit bürsədə, yəni xırda balığa deyil. O tordan keçmək çox çətin idi. Mən istehsalatdan keçmişəm. Uzun məsələdir, istəmirəm həyatımı bura qarışdıram. Orada 5 il oxumuşam. Biz Cumhuriyyətdən xəbərimiz yox. 86-da qutarım mən təyinatla gedib orta məktəbdə dərs deyirəm. Cumhuriyyətdən xəbərim yox. Ona görə 88-ci ildə ermənilər bizim başımıza yenidən oyun açmağa, soyqırım törətməyə, ərazi qaldıranda biz kör kimi qaldıq. Biz hatırlamırdıq o dövrü. Biz öyrətməyiblər o dövrü. Biz bilsəydik ki, tarix. Ona görə deyirlər ki, tarix olduğu kimi yazılmalıdır. Pisi də, yaxşısı da yazılmalıdır ki, gələcək nəsil bilsin və hər hansı bir qəfil hadisə meydana çıxanda kör kimi qalmasın. Ona görə tarixşünaslıq lazımdır. Ona görə tarixşünaslıq təhlil eləməlidir. Və burada şükür Allah indi müasir dövrdən mən bəhs eləndə deyəcəm, bunun üçün imkan genişdir. Ancaq Sovet dövründə bizim 1988-dən mən deyərdim ki 2020-ci ilin 20 sentyabra qədər baş verdi bu Qarabağ hadisəsi. Ancaq 1988-dən 94 Bişkek müqaviləsinə qədər bizim körlüğümüzdən dırnaq arası başımıza gəldi. Bizə demədilər. Və o baxımdan mən deyərdim ki, Sovet dövrünü bəli, mənfi cəhətlərində dedim, Azərbaycanın tarixinin saxtalaşdırılması üçün erməni gürcü tarixindən daha çox bizə təsir elədilər. Və bunun da əlbəttə, yenə deyirəm, səbəbləri
Sovet rejimi idi. Ancaq bu rejimdə Azərbaycan tarixçiləri bayaq misal çəkdim. Kifayət qədər elə irs qoydular ki, biz bugün tarixşünaslıq aspektdən təhlil eləyəndə əlimizin altında mənbə var. Sual verə bilərlər sizlərə, tarixşünaslığın mənbəşünaslığı nədir? Mənbə məlum, arxiv sənədləridir, dövlət sənədləridir, qəzetdə hesab olunur. Ancaq tarixşünaslığın mənbəşünaslığı birinci yerdə onlar durmur. Nədir? Tarix əsərləri. Ona görə bəyaz dedik, tarixşünaslıq, tarixin özünü öyrənir. Yazılmış əsərləri təhlil edir və ortaya nəticə qoyur. Ta gedib arxivlərdən istifadə eləmir. Çünki tarixin mənbəşünaslığı yazılmış əsərlərdir. Onlar olmasaydı, bugün biz təhlil edə bilərdik. Ona görə deyirik ki, Azərbaycanda Sovet dövrü, Cümhuriyyət və Sovet dövrü varisdir. Bu varisliyin əlbəttə fərqli yanaşmalar. Bu bizim müasir dövrümüzdə təsir etdi. Mən istərdim siz bizə bir eyni zamanda müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan tarixşünaslığında yəqin ki, fundamental dəyişikliklər baş verdi. Və bu fundamental dəyişikliklər tariximizin öyrənilməsinə necə təsir göstərdi? Yəni bu günümüzdə hansı dəyişikliklər baş verdi mənim? Baxın, mən doğru deyirin, həqiqətən, yəni elə suala görə təşəkkür edirəm. Yəni elə suallar qoyulmalıdır ki, biz aça bilək onu. Mən aça bilim ki, onun içində doğrudan nə var. Birinci yerdə qoymalıyıq müstəqillik. Bunu təpədən dırnağa, nağada qanımız axır sevməliyik. Bu dövlətçiliyini sevməliyik. Çünki bu müstəqillik olmasaydı, biz heç nə yazanməzdik. Biz obyektiv yazanməzdik. Biz ərazimizi azad eləyənməzdik. Bayrağımızı sərhədimizə tikə bilməzdik. Yəni müstəqillik birinci idi. Bəli, Azərbaycan 1991 18 oktyabr müstəqillik konstitusiya aktı ilə rəsmiləşdirdi. Baxmayaraq ki, 88-dən sonra bu proses başlamışdı, 91-ə yekunlaşdı. Birinci yerdə bu deyirəm. İkinci, siyasi sifariş, yuxarıdan tapşırıqla yazma ləğv edildi. Bu müsbət idi. Artıq alim azadlaşdı. Bəli, Sovet dövründə tarixçilik, dəyərlilik, obyektivlik, üstə gəl partiyalıq prinsipi var idi. Sən nə vaxt onu Kommunist Partiyanın cızığı dairədən çıxa bilərdin. Dairədən əcəl sürükləyərdi qəbrə, sürgünə, həbsxanaya. O ləğv edildi. Qırmızı cizgi partiya prinsipi də ləğv edildi. Yox idi. Bu ikini mən deyirəm. Üçüncü ən vaciblərindən, bayaq siz vurğulamışdınız əvvəldən, məhdudiyyət qoyulmuş, qadağan edilmiş mövzular açıldı. Arxivlər açıldı. Get buyur ay tarixçi, yaz ki, bizim məhdudiyyət qoyulan tariximiz hansı idi? Etnogenes, müəyyən qədər Səfəvilər, avtoxton təməl prinsipləri, bu torpağın köklü əhalisi kim olub? Eyni zamanda repressiya məsələləri. Repressiya hansı yaza bilərdinmi? Elənçi də deportasiya məsələləri. Deportasiya 1948-53-cü illərdə kino filmləri bizim arxivdə saxlanılır. Baxırsan, zurna qavalla qəbul eləyirlər. Dədə, ata, baba yurdundan, evindən məhrum olub, qoyun, yəni yük vaqona doldurulub gətirilir, vağzallara tökülür, zurna qavalla sağlıq və bunlar könüllü gəliblər. Bunlar Sovet dövründə imkan bu cür təbliğ olunurdu. Ancaq buna icazə verildi ki, bu qadağan olunmuş və məhdudlaşmış problemlərdən açıq yazasan, müstəqillik buna imkan verdi. Eyni zamanda nəyə çevirdi? Qloballaşma. Beynəlxalq arenaya çıxmaq üçün və süni intellektə gələcək. İmkan verir Sovet dövründə sən qloballaşmanı danışmaq olardı. Qətiyyən. Beynəlxalq konferanslarda Azərbaycan gedib bir sərbəst fikrini ifadə edə bilərdi. Dünya sadəcə imperiyanın özündən ibarət. Çərçivədə idi imperiyanın sərhədləri möhkəm və çıxa bilməzdin və inteqrasiyadan sonra, elmi inteqrasiyadan söhbət gedə bilmirdi. Dünya elmi arxivlərinə gedə bilmirdin. Bugün Azərbaycan, Rusiya, Hindistan, London, Paris, dünyanın, New York, dünyanın hər yerində arxivləri səpələnib Azərbaycan tarixinin mənbələrini üzə çıxartıb gətirirlər. Bu böyük məsələdir. Eyni zamanda biz deyirik ki, Sovet dövründə reabilitasiya məsələsi gündəmə gəldi. Nədir o? Repressiya olunanmışların hüquqlarını, bəraət verilməsi məsələlərini, şəxsiyyətlərin qorunması prosesi oldu.
Sovet dövründə buna imkan verilmirdi. Müstəqil dövründə reabilitasiya prosesi tarixşünaslığa müncər olundu. Bəli, nə qədər arxivlərdə, dövlət təhlükəsizlik orqanlarının arxivlərində, milli arxivdə bunlara qadağan qoyulmuş Sovet dövründə. Müstəqil dövründə hamısı açıldı. Və çox sayılı açıqca deyim ki, əsərlər yazıldı və tarixşünaslıq üçün mənbə əmələ gəldi. Və eyni zamanda bunlar deməklə yanaşı, yəni demək istəyirəm ki, hara gedirsən get, mədəniyyəti, tarixi, bütün sahələri inkişaf elətdirmək istəyirsənsə, birinci müstəqilliyimizi qorumalıyıq. Çox vacib Ərazi faktor idi bütövlüyümüzü qorumalıyıq. müstəqilliyimizi bərpa etmək. Vaqif müəllim, sonda bir müasir bir tələbat var. Rəqəmsallaşma, qlobal elm, süni intellekt. Bütün bunların fonunda Azərbaycan tarixşünaslığını, gələcəyini necə görürsünüz? Necə təsvir edə bilərsiniz? Süni intellekt, rəqəmsallaşma olan bir dövrdə. Mən sizə açıq deyim ki, vaxtı məhduduna baxmayaraq mən deyəcəm, mən 2000-ci ildə rayondan, o vaxt mən Lənkəran Orta Məktəbində və Lənkəran Dövlət Universitetində dərs deyirdim. Onlara mən Bakıya gələndə 2000-ci ilin yanvar ayında, onda bir dənə, biz ona deyirdik ki, yəni bir növ tank kompüteri, kompüteri idi, ta yazmaq çox çətin idi. İlkin 2000-ci ildə hələ yavaş-yavaş ona keçirdik. Yəni tədricən dünya o qloballaşma bayaqdır. Azərbaycan məhduddur. Bütün dünyanın içərisində də Azərbaycan var. Ona görə istədin, istəmədin, dünya inkişaf elədikcə, elm inkişaf elədikcə, tarix inkişaf elədikcə, bayaq dediyimiz kimi, yəni rəqəmsallaşma onun içində internet var, süni intellekt var, cədvəlləşmə var və s. rəqəmsallaşma içində Azərbaycan bundan kənarda qala bilməz. Və mən sizə deyərdim ki, bu günləri başqa elm sahələri demirəm, tarix elmi üçün rəqəmsallaşmadır, internetdir, internet resurslardır, süni intellektdir. Bunlar elmi tədqiqat işini daha sürətləndirir, amma problemlər də var. Mən tarixçiyəm, bəli, mən araşdırıram, deyək ki, soyqırım tarixini, repressiya tarixini, mənbəşünaslığı, nəzəriyyəni, tarixşünaslığa. Süni intellektdən, bəzən bilərəkdən buradan görüm, bir problemə süni intellekt nə verir? Baxıram ki, baxmayaraq altına yazır ki, müəyyən qədər dəqiq olmaya bilər. Baxıram ki, yanlışlığa yol verir. Ancaq problemi bilməyən adam götürüb süni intellektdə bir tariximizin bir problemin qoysa, cavab gəlsə, götürüb onu köçürsə, bu alınmayacaq. O baxımından mən sizlə razıyam ki, bizim bəlkə indiki gənclər, əlbəttə dövlət səviyyəsində artıq bu sahəyə xüsusi diqqət verilir. O zaman bizim Amyanın Abbasqulu Bakıyanov adına Tarix və Etnologiya İnstitutu bu sahədə xüsusi diqqət verir. Mən deyərdim ki, bu gələcək üçün düşünülmüş bir böyük bir elmi bir sahədir və ancaq bundan səmərəli istifadə etmək lazımdır və bir məqamı da mən vurğulayım ki, siz yəqin ki, sizə bilirsiniz, bu günləri necə biz deyirdik ki, antiplagiat proqramı, oradan getdi, buradan getdi, bu günləri yuxarı səviyyədə anti-süni intellekt proqramına qeydilir, hazırlanır ki, yəni bu ola bilməz ki, tuta bilmirsən və bunun qabağını kim kəsəcək bu cür saxtakarlığı? Yəni, mən deyərdim ki, inkişaf varsa, o inkişafın içərisində müxtəlif yan tərəflərin qarşısını almaq üçün, yəni səhv təhriflərin qarşısını almaq üçün, tarix üçün deyirəm, bəli ona qarşı da alternativ nəsə olmalıdır. Yəqin ki, bu da daha da inkişaf edəcək. Hər tərəfə gedir də, müsbətə də, mənfiyə də. Burada sizin kimi ziyalılara həqiqətən ehtiyac çoxdur. Yəni nə mənada belə bir mövzular üzərində düşünmək və yaxud da internet resurslarında bu ilə bağlı diskussiya açmaq, mənə elə gəlir ki, o nə deyirlər, müxtəlif TV-lərdə verilən və bizim mədəniyyətimizə, mentalitimizə ziddi olan verilişlərdən daha önəmlidir. Baxmayaraq, hər bir sahənin, elmi sahənin öz auditoriyası var. Tamamilə doğrudur. Elmi auditoriya məhduddur bu, deyək ki, xanəndənin auditoriyasında. Elmi auditoriya dar çərçivəsi var və onu məşhur olanlar bilir. Yəni, süni intellekti elə belə demədim mən ki, onun verdiyi məlumatlar hamısı aksiyoma kimi düz ola bilər. Ola bilməz, bəli, düz ola bilməz. O baxımdan, bəli, biz çalışırıq ki, bu elmi, tarixi, Azərbaycan tarixinin, tarixşünaslığının auditoriyasını genişləndirək və sizin kimi belə verilişləri hansı ki hazırlayırsınız və
operator da bir təşəkkür eləyir ki, pərdə arxası, onun da xidmətləri çoxdur həqiqətən. Görünməyən Və qəhrəmanımız. Təbiidir. Mən məşə TV-lərdə çıxışında deyirəm. Yəni onlar olmasa Bəli. Vərsəyə gəl. Vərsəyə gəlməz. Təbiidir. Allah hamıya can sağlığı versin. Təşəkkür edirik bizim. Tariximizi inşallah inkişaf elətdirərik. Vaqif müəllim, dəyərli fikirlərinizə görə, maraqlı söhbətə görə biz sizə təşəkkür edirik gənclərimiz adından. Bizi izləyənlər adından təşəkkür etmək istəyirik. Vaxt ayırdınız, dəvətimizi qəbul etdiniz, dəyərli fikirlərinizi bizlə bölüşdünüz. Biz bu günləri çalışdıq Azərbaycan tarixşünaslığının keçmişini, bugününü, bir qədər gələcəyini müzakirə edək. Müəyyən qədər vaxt çərçivəsində müzakirə etdiyi biraz limitlidir, amma Vaqif müəllim vurğuladığı kimi hər dövr üçün ayrıca bir neçə saatlıq danışmaq olar. Amma biz qısa bir müddətdə çalışdıq bu vaxt çərçivəsində kifayət qədər ətraflı mənə gəlir Vaqif müəllim bizə məlumat verdi. Ona görə bir daha çox sağ olun. Dəyərli məlumatlarınız üçün mən özüm də, həmçinin Ayxan da yeni şeylər öyrəndik sizdən. Əlbəttə sıravi bir insan məsələn nə qədər tarixlə məşğul olsa da, bizim kimi doktorant olsa da bu qədər dərinliyə girmir. Dediyiniz kimi ki, hamı tarixşünas, mənbəşünas deyil. Tamam. Ona görə də çox qiymətli bilgilər idi, bizim üçün dəyərli bilgilər idi. Bu Sovet dövrü bizim millətimiz üçün, ölkəmiz üçün çox həssas bir dövrdür. Amma bilmir dediyiniz nüanslara görə çox şey gizli qalırdı. Ona görə də sizin bu verdiyiniz bilgilər ümid eləyək ki, gənclərə öz töhfəsini verəcək. Gənclər də öz belə deyə üzərinə bir pay çıxarsınlar və bir öz məqsədlərində həmişə bunları gələcəyi düşünəndə nəzərə alsınlar ki, bax biz belə yollardan keçmişik. Biz belə bir millətik. Düşünürəm yekunlaşdıra bilərik. Təşəkkür edirəm hər kəsə. Təşəkkür edirəm. Orxan bəy, sizə təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirik. Sağ olun.